Biz indi 28 sentyabr 2025-ci il tarixində gəlmişik. Sosial Dövlət Naminə İctimai Birliyin mətbuat xidmətinin rəhbəri, Həkəri qəzetinin xüsusi müxbiri, Qızıl Qələm media müşavirəçisi Hamletli Abbasov müəllimdən. Burada biz Şərqlər Xiyabanında Cabbarov Şahgündüz Habiloğlu'nun məzarı önündəyik. Rəhmətli Gündüzün atası ilə bir yerdə. Biz video çəkiliş edirik. Mən sözü verirəm Hamlet müəllimə. Buyurun Hamlet müəllim. Bizim Həkəri qəzetinin foto müxbiri Mürsəl müəllim, səninlə gəldik biz bugün Binə qəsəbəsində Şəhidlər Xiyabanında qəhrəman şəhidlərimizin uyduğu məzarları ziyarət elədik. Bunun üçün qəhrəman şəhidimizin atası, qəhrəman şəhidimiz Şahgündüzün atası Kamil əmiyə də təşəkkür edirəm ki, mənə zəng elədi. Mən də buranı tanımırdım. Biz də əziyyət verdik özünə. Yox, Bizlə gəldi, buranı ziyarət elədik. Orada da çıxışımız oldu. Mən də elə dedim ki, bir qəhrəman şəhidimizin atası yanında oğlunun məzarı, müqəddəs məzarı önündə bir çıxış edeyim. Mən qəhrəman şəhidlər haqqında dəfələrlə sosial şəbəkələrdə, sosial platformalarda məqalar yazmışam. Bəlkə 2000-ə yaxın ilə mənim məqalarım var, onun 1000 neçədən yuxarısı qəzetlərdə çap olunub. Şahgündüz haqqında da mən dəfələrlə sosial şəbəkələrdə, sosial platformalarda məqalar yazmışam. Amma birinci dəfədir ki, uyduğu məzarını ziyarət edirəm. Bunun üçün də atasından üzr istəyirəm ki, çatdırıb gələ bilməmişəm. Yəni məni bağışlasın buna görə. Çünki həqiqətən də bizim borcumuzdur ki, biz Azərbaycanın bütün şəhidlərini ziyarət edirəm. Mən yazmışam ki, Şahgündüzün məqalasında da qəhrəman şəhidlərimizin keçdiyi hər gün tarixə dönür. Tarix yazılan günlərin hamısı yadda qalan olmur. Elə günlər var ki, onlar unudulub gedir, elə günlər var ki, onlar heç vaxt unudulmur, yaddan çıxmır. Belə günləri unudulmaz edən qəhrəmanlardandır şəhidlər. Hamımıza bəxş olunan bir ömür payı var, müəyyən müddət sonra başa vuracaq. Amma dünya həyatında ən gözəl şəkildə əlvida deməyin adıdır şəhid olmaq. Azərbaycan xalqının qəhrəmanlıq dəstanını, azadlığını, ərazi bütövlüyünü canı ilə qazanıb, qanı ilə yazanlardır şəhidlər. Şəhidlər, mən yazmışam ki, şəhidlərimizin ölüm tarixi yoxdur, onların doğum tarixi var. Yalnız şəhidlərimiz məzara yox, insanların ürəyində, insanların qəlbində dəfn olunur. Şahgündüz kimi qəhrəman şəhidlərimizin şəhidimiz başda olmaqla bütün şəhidlərimizə Allah rəhmət eləsin. Bütün şəhidlər bizim üçün əzizdir, müqəddəsdir, əlçatmaz bir zirvədir şəhid olmaq. Şəhid olmaq da hər kəsə nəsib olmur. Yəni mən özüm də o qeydiyyatdan keçmişdim o 2020-ci ildə ki, yəni mən də gedim vuruşum, amma məni aparmadılar. İndi yaşım keçmişdi deyin aparmadılar. Həm də mən onu belə deyirəm. Deyirəm o zirvəyə mən layiq deyildim. O qazi rütbəsinə yəqin mən layiq olmamışam deyin. Məni ona görə aparmayıblar. O mənə qismət olmuyor. Yəni o da hər adama qismət olmur. Bax bu günləri məsələn biz Kamiləmi buradan gedərik. Mən yolda avariyaya düşüb ölərəm. Gündə nə qədər insanlar ölür. Özdə mən uzaq bir Bakıdan biraz kənarda işləyirəm, gündə gedib gəlirəm də yolu məcburam. O qədər ağır yollardan keçirəm ki, açıq qalır ki, bir də maşın məni vursun. Amma o şəhid qədər müqəddəs bir şey yoxdur. Biz görürük ki, məsələn deyirlər şəhid dəfn olundu, şəhid məsələn gəldi. Amma bir alim, bir professor, lab dünyasını dəyişəndə deyirlər meyidi götürdülər yat yerinə, meyidi bastırdılar. Amma görürsən şəhidlər üçün o söz deyilmir də, yəni şəhid müqəddəs bir zirvədir. Düzdür, biz nə qədər də sizə təskinlik versək, nə qədər də gəlib sizi ziyarət eləsək, o yəni sizin o yaralarınız sağalan deyil, amma məhəng qədər bir məlhəmdir. Amma siz də başınızı hər zaman uca tutmalısınız. Bizim qəhrəman şəhidimizin atası eyni zamanda Kamil müəllim həm şairdir, bəlkə 3-ə yaxın kitabı zadı da çıxıb, gözəl şəhidlərimiz haqqında da özü şeirlər yazıb. Məsələn, 30 il vətən həsrəti ilə yaşayan Kamil həmişə vətən nissilli şeirlər yazıb. Qəhrəman şəhidimiz özü saz ifaçısı olub, həm nəfitçi olub, həm də o musiqiçi olub. O oxuduğum mahnıları mən indi biraz qəhərlənirəm, bizi təbii halda da burada necə qəhərlənməyəsən. Onun videolarına ki, o vaxt o şəhid olanda o saz atmışdılar ki, mənə bax bu deyə, bu sazı belə ifləyən adam şəhid olub. Mən şəxsən gözlərimin yaşına hakim ola bilmədim. Yəni o da öz həmişə vətən nistili ilə məsələn oxuyurdu, sazı ifa edirdi. Elə bil o böyüdükcən Şahgündüz onun daxilində Qarabağın azadlıq eşqi də böyüyürdü ki, biz böyüməliyik,
Qarabağımızı gedib o düşmənlərdən azad eləməliyik və yəni onun evdə atasının yazdığı şeirlər, vətən həsrətli yazdığı şeirləri oxuyarkən, məsələn, məcburi köçkünlərin 92-ci ildə məsələn gəlib çəkdiyi əzab-əziyyətləri görmüşdü Şah Gündüz. Özü lap burada doğulsa da biz məcburi köçkünlərin, o nənələrin o vətən həsrəti ilə, nistiliyi ilə ağı deyib ağlamasının dəfələrlə şahidi olub ki, o məsələn heylər yanıqlı ifalar, yanıqlı şeirlər deyirdi. Yəni ona görə də biz belə qəhrəman şəhidlərimizə borcluyuq. Çünki bizim 44 günlük vətən müharibəsində onlar öz canlarını, öz qanlarını Qarabağ torpağına qurban verərək ölümləri ilə ölməzlik qazanan, əbədiyyətə qovuşan şəhidlərdir. 92-ci ildə Azərbaycanın tarixində çox qanlı izlər buraxdı. 92-ci ildə o dövr, məsələn, bəzən bir də görürsən, bəziləri deyir ki, qaçqınlar belə indi olur, hər bir ağızdan kimin ağzını tuta bilərsən? 92-ci ildə Əliyalın erməni tankının, rusların ermənilərə qalan ağır texnikalarına qarşı insanlar Əliyalın çıxırdılar. Məsələn, qadınlar lapatka ilə, lomla çıxırdılar. Onlar da neyniyə bilərsən sən lapatka ilə, lomla erməninin o boyda ağır texnikalarına qarşı sən vuruşa bilmərsən ki, o boyda məsələn bir quş tüfəyi ilə. O dövr də çox ağır yol keçdi. Məsələn, o dövr məcburi köçkün ərazilərindən bəlkə nə qədər mülki insanlar şəhid oldu. Heç böyündə onların taleyi haqqında məlumat yoxdur. Xocanlı ilə bir şəhəri demək olar ki, qətlə yetirdi ermənilər. Sakinləri ilə, Sakinləri ilə özü ilə bir yerdə. Məsələn, şəhərimiz. Şirvan Aşığı bunu oxuyur, Əhliman deyir, 92-ci ildə ermənilər Laçının bir kəndinə girir, bunu Cileyli bəylər qələmə alır. Bir gəlin 6 aylıq körpəsin bağrına basır, erməniyə əsir düşməsin deyin, güllə yağışı altında xeylaq qaçır, özün hündür bir qayadan atır. O özün o qayadan atmaqla Azərbaycan qadınının qeyrətinin heykəlini ucaldır. Bunu yəni Cileyli bəylər şeirə də alıb. Yəni o dövr də çox ağır acınacaqlı yollar keçdi, çox da ağır şəhidlər verdi. Elə Ağdam rayonu 6000-dən yuxarı o dövr çox ağır şəhidlər verib. Amma o eyni zamanda bizim torpaqlarımız da getdi, iki tərəfli bizə ziyan oldu. Amma 44 günlük vətən müharibəsində bizim bax burada uyan qəhrəman şəhidlərimiz kimi minlərlə şəhidlərimiz Cənab Prezidentin Ali Başkomandanın bir yumruğu altında birləşərək 44 günlük vətən müharibəsində canla başla vuruşub gedib canlarından keçib o torpaqlarımızı, ata-baba torpaqlarımızı azad elədilər. Yerdən məsələn deyirəm ki, Xarı Bülbül 30 ildə çox kövrək halda bitirdi. Oranı gedib indi ziyarət eləyən insanlar görür ki, Xarı Bülbül sakinlərin sanki salamlayır, sanki qarşılayır. Nəyin sahəsində qarşılayır? Bax, belə qəhrəman oğullarımızın, Şah Gündüz kimi qəhrəman döyüşçülərimizin, şəhidlərimizin sahəsindən bax, biz gedib o Xarı Bülbülümüzə, Şuşamıza yetişdik. Allah bir daha şəhidlərimizin hamısına, qardaşımız başda olmaqla rəhmət eləsin. Amin. Şəhidlər haqqında nə qədər danışsaq azdır, sutkalarla da danışsaq qutaran deyil. Allah bir daha bütün şəhidlərimizə rəhmət eləsin. Şəhid qardaşımız Şah Gündüz başda olmaqla, yəni Allah onların atalarına, analarına səbir versin. Onların atalarının, analarının əllərindən öpürəm. Onlar ayağın qoyduğu yerə mən başımı qoyuram. Allah döyüşçülərimizi qorusun. Allah əsgərlərimizi qorusun. Allah Ali Baş Komandanı qorusun. Allah bizi bir də belə ağır imtahanlar göstərməsin. Biz də gedək öz torpaqlarımızda, öz yurdumuzda, öz yuvamızda yaşayaq, yaradaq. Heç bir zamanda şəhidlərimizi unutmayaq. İndi buyur qəhrəman şəhidimizin atası, sən də özün neçə illərdə elə kitablar da yazırsan. Həmişə vətənpərvər ruhda yazdığın kitabları da mən oxumuşam. O cümlədən də elə qəhrəman şəhidimiz də oxuyub ki, o şeirləri, o kitabları ki, gedib vətən torpağı uğrunda canından keçib. Sən də ki, indi ürək sözlərin varsa deyə bilərsən. Yəni, hər zamanda sözünü demişsən. Yəni, Çox sağ olun, Hamid. Belə bir gündə, belə bir yerdə görüşsək də, amma görüşməyimiz mənim üçün xoşdur. Çox sağ olun ki, elə hər ikinizə təşəkkürümü bildirirəm. Əziyyət çəkib gəlmişsiniz uzaq yolda. Həmişə biz xalqımızı yanımızda görürük. Sizin kimi vətənpərvər insanları həmişə bizlə çiyin-çiyinə olmuşsunuz. Bu da bizim üçün təbii ki, biz şəhid valideynləri üçün biz təskinlik. Mən sizi sosial şəbəkələrdən də izləyirəm. Tək Şah Gündüzlə bağlı yox, ümumiyyətlə şəhidlərimizlə bağlı çoxlu silsilə məqalələr, geniş məqalələr yazmışsınız. Mən də bir şəhid valideyni olaraq
elə bütün o şəhid valideynlərin adından sizə öz təşəkkürümü bildirirəm. Çox sağ olun ki, qələmə alırsınız. O hamısı bir tarixdir, yaddaşda qalır. O sizin o şəhidlərimiz haqqında yazdığınız yazılar daşa yazılmış yazılar kimidir. Əbədi qalacaq. Qələminiz yek olsun. Sağ olun, var olun, gəlmisiniz. Allah razı olsun sizdən. Çox sağ olun. Sağ olun. Haqqınızı bizə halal edin. Allah xoş. Əgər biz də hər hansı bir şəhidimizi unudacaqsa, elə mən öz payıma deyirəm, heç ümumi demirəm. Unudulmaz. Mən hər hansı bir şəhidi unudacamsa, onun haqqı mənə də, mənim bir qız övladım var, ona da haram olsun. Allah Allah korusun bir daha babanızı. şəhidlərimizə. Axı qəlbimiz olsun. Sağ olun, var olun.